Salam müəllimlər, deməli impulsun dəyişməsinə aid maraqlı bir sualla sizi tanış eləmək istəyirəm. Kütləsi 200 qram olan top divara 2 metr bölü saniyə sürətlə dəyib, şəkildəki kimi 2 metr bölü saniyə sürətlə geri qayıdır. Təsir 0,1 saniyə çəkdiyinə görə topa divar tərəfindən təsir edən orta qüvvənin neçə newton olduğunu hesablayın. Biz bilirik ki, qüvvə impulsun dəyişməsinə bərabərdir. Bax, burada müəllimlər, bax, bu proyeksiyalara ayırmaq lazımdır bunu. Bax, fikir verin, diqqətlə, bax, bu Z-dir. Bax, bu Z-ə oxşayır, bax, Z-dir, bax, görürsən, Z. Deməli, bura 37 ise burada 37 olacaq. Onda bura olacaq 37, bax, bura. Da yazmıram bir də. 37. Bucağa bitişik katet kosinüsdür. Bu eləcək nə? Birinci proyeksiyalarına ayıram. 2 metr bölü saniyənin proyeksiyası eləcək. Elə burada yazıram. 2 vır kosinüs 37. Kosinüs 37-də səhv eləmirəmsə kosinüs 30 burada qeyd eləməlidir. Kosinüs 37-də səhv eləmirəmsə deməli 0,8-dir, bəli. 0,8-dir. 0,8-dir. Bax, kosinüs yazıram burada. Kosinüs 37 bərabərdir 0,8 ise deməli sinus 37 olacaq 0,6. Böyləcə 1,6 elə bura yazıram 1,6 metr bölü saniyə. Bu burası da olacaq 1,2. İndi bizə lazımdır bu deməli divara dəyən toplanan lazımdır. Divara dəyən, yəni 1,2. 1,2 ilə dəyibsə elə 1,2 ilə də qayıdacaq da, bu məlum şeydir də, bir də yazmağa ehtiyac yoxdur. Aha, indi bunun başlanğıc impulsu nə olacaq? Başlanğıc impulsu olacaq m vur 1,2. Yəni 200 qramı kiloqrama çevirəndə eləyir 0,2 vur 1,2. Hə. Bu da eləyəcək. Deməli, onda 2-ni vururam elə bil. Onda 12-yə də. Bu da eləyəcək 24. 0,24. Deməli, son impuls da elə eləyəcək də. Son impulsda nə eləyəcək? M vur 1,2. Bu da eləyəcək 0,24. Aha, kiloqram vur metr bölünmüş saniyə. Bu da həmin şey eləyir. Biz də bilirik ki, deməli, impulsun dəyişməsi nə olacaq? P üstəgəl mənfi P. Bayaq dedim sizə. P çıx P0 da. Yəni P. Deməli, sola son impuls. Sola 0,24'dür. Bunun üstünə gəlirik. Elə bil başlanğıc budur. Başlanğıcın tərsi. Yəni bu da eləcək 0,24. Bu da eləcək 0, eyni istiqamətdə toplanır. Olacaq 0,48. Bizə qiymət lazımdır. Onda F bərabərdir delta P bölü delta T. Bu da eləcək 0,48 bölü zaman da verib də yəqin burada 0,1. Bu da eləcək 4,8 Newton. Cavab olacaq C variantı. Diqqətinizə görə sağ olun.